Hazırda psixoloji sindromlar müasir tibbi düşündürən ən aktual mövzulardandır. Elə bu problemlərdən biri də autizmdir. Statistik məlumatlara əsasən hər 100 nəfər uşaqdan birində bu sindroma rast gəlinir. Autizm sindromu əsas əlamətləri hansılardır? Sindromun müalicəsi mümkündürmü? Bütün bu suallara sıradakı sujetimizdə cavab tapacağıq. Autizm nədir? Bəlkə də çoxumuz bu psixoloji xəstəlikdən xəbərdar deyilik. Amma dünya uşaqlarının bir hissəsi autizm sindromundan əziyyət çəkir. Autizm 3 yaşından əvvəl başlayıb, bir ömür boyu davam edir. İctimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verir. O, həm də beynin inkişafına maneə törədən bir xəstəlikdir. Autizm irsi mənşəlidir. Autizm ilk dəfə olaraq 1943-cü ildə Amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən erkən uşaqlıq autizmi olaraq adlandırılıb. Salam Ayda xanım, xoş gördük sizi. Salam Zəvər bəy. Ayda xanım, autizm nədir? Bu sindrom hansı əlamətlərlə özünü biruzə verir? Autizm neyropsixiatrik bir pozuntudur və adətən özünə qapanma ilə müşahidə olunur. Əsasən 3 istiqamətdə problem yaşana bilər autizm problemli uşaqlarda. Bu ünsiyyət çətinliyi, yəni ünsiyyətin gec yaranması, yəni nitqdə baş verən problemlər, eyni zamanda yəni algılamada, qavramadakı müəyyən problemlər və insanlarla, yəni sosial mühitdəki ünsiyyətlə bağlı olan problemlər. Yəni bu hər 3 spektrdə müəyyən problem yaşanılırsa, bu autizmin əlamətləri sayıla bilər. Yəni autizmi göstəriciləridir sözsüz ki. Amma autizmin digər əlamətləri də var ki, bunlar yəni uşaqlarda görsəndiyi halda biz həmin uşaqlara autizm əlamətli uşaqlar adlandıra bilərik. Bunlar məsələn elə uşaqlardır ki, onların göz kontaktı çox zəif olur. Onlar adlarına ilk vaxtlar cavab verməməyə başlayırlar. Demək olar ki, çox gec nitq açmağa başlayırlar, çox gec danışırlar. İlk vaxtlar sadəcə olaraq səslər çıxarda bilərlər. Əgər danışıq varsa, yəni nitq varsa, sadəcə olaraq kəlmələrdir, amma çox zamanda bunlar mənasız, yəni şəkildə işlədilmiş kəlmələr olur. Əsasən stereotipik hərəkətlərə çox beyinlidirlər. Məsələn, kubikləri yan-yana yığma, butulkaları yan-yana yığma kimi, məsələn, dairəvi hərəkətlərə çox meyillidirlər. Məsələn, evdə dairə ətrafında fırlanma kimi bir hərəkət sərgiləyirlər. Yellənməyə çox meyilli ola bilərlər. Məsələn, stolda sağa, sola, qabağı və irəli tərzdə çox-çox yellənməyə başlaya bilərlər. Bundan başqa da uşaqlarla ünsiyyəti çox zəif olur, həddindən artıq zəif olur. Uşaqlar olsun, böyüklər olsun, yəni ona yaxın gedən şəxslərdən qaçmağa başlayırlar. Əsasən tək oynamağa meyillidirlər. Yaradıcı oyunları demək olar ki, bacarmırlar. Sadəcə olaraq standart oyunlar oynayırlar. Məsələn, maşını irəli və geri sürmə kimi, məsələn, standart oyunları daha çox oynayırlar. Sağlam nəsil verilişi reklamlardan sonra davam edəcək. Ayda xanım, bəs autizmin müalicəsi varmı? Bu sindrom necə müalicə edilir? Bir qədər də autizmin müalicə üsulları haqqında danışaq. Autizmin sözsüz ki, müalicəsi var, amma autizmdə dərman müalicəsi ilə yanaşı, yəni terapiyalara da çox böyük önəm verilir. Buna biz reabilitasiyalarda adlandırırıq, reabilitasiya dövrü. Sözsüz ki, hər bir uşaq, yəni belə deyək, həkim qəbulunda olduqdan sonra, diaqnozu təsdiqləndikdən sonra müəyyən bir reabilitasiya mərkəzinə daxil olur. Məsələn, bizim mərkəzə, müasir psixologiya mərkəzinə gələn ilk məsələn, dövrlərdə gələn uşaqlar diaqnostikadan bir daha keçirilir. Bunun üçün mərkəzimizdə xüsusi testlər tətbiq olunur, xüsusən də çat testi keçirilir həmin uşaqların üzərində və autizmin səviyyəsi müəyyən olunur. Ondan sonra uşaq üçün, yəni hal-hazırda Avropadan gətirdiyimiz və bütün dünyada tətbiq olunan ABA, PECS, PCDI, eyni zamanda Sunrise proqramı və digər aktiv proqramlar istifadə olunur və həmin proqramlardan istifadə olunaraq həmin uşaq qısa müddət ərzində müəyyən nəticələrə gəlib çıxırıq, amma hər bir uşaq bir ay içərisində müəyyən dövrlərdə təkrar diaqnostika olunur, keyfiyyət yenidən ölçülür və bu barədə həm valideynə, həm də yəni həmin uşağın, yəni həkim, yəni müalicə edən şəxsə konkret olaraq yazılı informasiya verilir ki, hal-hazırda məsələn 15 gün ərzində, bir ay ərzində bizim inkişafımız nə şəkildədir? Yəni çox qısa müddətdə, yəni bir ay, 2 ay ərzində bizim uşaqlar demək olar ki, danışırlar. Yəni ilk vaxtlar səslər, daha sonra sözlər gəlir. Artıq məntiqi əlaqə qurmağa başlayırlar. Artıq eyniləşdirmələri çox gözəl öyrənirlər. Artıq əmr verildikdə əmrləri yerinə yetirirlər. Çox qısa əmrlər icra edilməyə başlayır. Sözsüz ki, bu valideynləri sevindirməyə bilməz. Hər gün burada yəni
dünənə qədər övladına heç bir şey bacarmayan, övladı heç bir şey eləməyən uşaq və heç bir kəlmə, söz belə çıxarmayan uşaqlar bugünkü gün artıq danışdıqda, yəni biz o valideynlərin üzündəki sevinci görməyə bilmirik və hətta özümüz də həqiqətən artıq çox sevinirik, çünki mənə elə gəlir bu görə biləcəyimiz ən böyük işdir. Bir də onu qeyd eləmək istərdim ki, müasir psixologiya mərkəzinin psixoloqları əsasən Avropada təhsil almış, yəni xarici ölkələrdə staj keçmiş, yəni yüksək ixtisaslaşmış, yəni xüsusi proqramlar üzrə ixtisaslaşmış mütəxəssislərdir və hər biri mərkəzə işə qəbul olunarkən belə xüsusi yəni qaydalarla götürülüb ki, yəni bu işlə məşğul olmaq çox məsuliyyətlidir. Xüsusən autizm uşaqlarına işləyən psixoloqlara aiddir və biz əsasən bayaq da qeyd elədiyim kimi o Avropadan gətirdiyimiz metodikaları standartlaşmış şəkildə tətbiq edirik və hər birinin nəticəsi ölçülür və konkret nəticələr diaqnostik olunur və rəy verilir uşaq haqqında. Müasir Psixologiya Mərkəzi 2011-ci ildən fəaliyyət göstərir. Bu bizim Müasir Psixologiya Mərkəzi olaraq bir neçə istiqamətdə fəaliyyətimiz davam etdiririk. Bunlar uşaq konsultasiyası, böyüklər üçün konsultasiya, uşaq inkişaf problemləri, qrup terapiyası. Efir vasitəsilə tamaşaçılara çatdırmaq istəyirik ki, Müasir Psixologiya Mərkəzi məxfiliyyət həm zəmanət verir. Ayda xanım, son olaraq valideynlərə nə məsləhətləriniz olardı? Onlar öz övladlarını bu bəladan necə qoruya bilərlər? İlkin olaraq onu qeyd edirəm ki, autizm əlaməti olsun və yaxud da ki, autizmli bir uşağı necə xilas eləmək olar sualına mən belə cavab verərdim ki, erkən müdaxilə çox önəmlidir. Yəni nə qədər tez, bayaq qeyd elədiyimiz əlamətləri siz övladınızda aşkar eləyib, yəni onun üçün müəyyən tədbirlər görə biləcəksinizsə, bir o qədər çox sizin nəticəniz digər uşaqların nəticələrindən daha sürətli olacaqdır. Məsələn, hal-hazırda son illərdə, yəni 1-2 il ərzində mərkəzimizə yaş yarımlıq uşaqlar məsələn qəbul olunur. Halbuki əvvəlki illərdə məsələn 2 yaş yarımından tez heç kəs uşağını bura gətirmirdi. Bu da nə üçündür? Çünki artıq çox maariflənmə gedib, artıq kifayət qədər valideyn də öz övladında nəyisə fərqinə varır və o zaman mütəxəssisə müraciət edir sözsüz ki, erkən müdaxilə çox böyük şərtdir və ikinci amil isə intensiv məşğələlər, valideynin uşaqla sözsüz ki, ünsiyyəti, amma çox xırda bir məsləhətim olacaq. Yəni, övladınız doğularkən onunla kifayət qədər ünsiyyət qurmağa, onunla kifayət qədər məşğul olmağa və müxtəlif oyunlar oynamağa vaxt ayırın. Yəni, hal-hazırda əksər valideynlər övladını ya televiziya qabağında, ya da kompüter qarşısında saatlarını otuzdurur. Yəni, sözsüz ki, bu bir qədər rahatçılıqdır, amma qeyd eləyək ki, bu, yəni o əlamətləri çox sürətləndirən və gərginləşdirən və əksər uşaqların bugün bu nöqtəyə gəlib çıxmasının, yəni səbəb olan amillərdən biridir. Çünki məsələn hansından soruşuruq, yəni bu uşaq nə ilə məşğul olub, nə iş görüb bu vaxta qədər, nə bacarır, heç nə. Sadəcə o kompüter qarşısında kompüteri çox yaxşı idarə edir və televiziyaya baxır. Yəni bütün gün uşağın rejimi sadəcə o bundan ibarətdir. Və bu şeylərdən çox uzaq olsunlar. Çox sağ olun Ayda xanım, ətraflı məlumatınıza görə. Çox sağ olun, təşəkkür. Autizm övladlarımız üçün təhlükəli problemdir. Ümidsizliyə qapılmaq olmaz. Bu işdə psixoloqların yardımından yararlanmaq ən doğru seçimdir. Gəlin balalarımızın qorxunc düşməninə qarşı birgə mübarizə aparıb, onları bu bəladan xilas edək.